Ağa siz 3 tane ki naqissiniz. Ne biz naqis? Sizin dinin yarısı naqistir. Kardeş oğlu yarısı naqisti. Bəli ağa. Biz bir iş görməmişik. Ağa elə həman da izdivac eləməyibsiz, dininizin yarısı naqistir. Kəblayı elə bu cür hesaplasan İranda 90% cavanların dini naqisdir da. Nə ya? Kardeş oğlu 100 milyonluk sikke dolarla ne evlenebilirsen ne de boşayabilirsin. Nə yaşaya bilərsən, nə ölə bilərsən. 4 təbəqə qəbul gəlib ulan. Bəli, indi hesaplasan benim böyük dedem İbi'nin böyük nənəsinin altında yatıp. Ya nə mənə? Mənim böyük nənəmi 4-cü təbəqədə quliblər. İsmailin böyük dədəsinin 3-cü. Kəbla xəstəli də qalxma, indi vamı kəfni dəfni verir. Yani indi sen istesen ölesen ki evvelcen cep vamı alasın. İndicə 2 milyar pul xərcləyəsən, arvad alasan, 4 milyar xərcləyəsən, haman arvadı boşayasan. İndi bir öteceğim kardeş o senin yüzen vardı izdivac eləyəsən. Yok de bana yüzen vardı. Yox vallah. Kəbla görə imkan olsa biz İranlıların ayrı bir cür hesablayın. İndi də həkimin arvadı var, ilə qədimdən var idi. Qardaş, indi 90% bizim məmləkət subaydı. Haqqınız var ağa. Ver də. Nə mənəni? Dinimizin yarısını ver də. Hə? Alan deyərəm verərlər. Dinimizin yarısını ki özümüz işlərimizin əldən vermişik. Yarısını istsən sən alasan. Kardeş oğlu bizim de salam Allah'a yetir. Səs. Xudahafiz qardaş. Və min Allaha tövfiq.